Bəli, sözü bir O qüvvət. yazıqlar necə başa düşəcəklər? Sözü bir qüvvət. Bir insan Quranda məsələn na'leyn, n hərfi yazılanda yuxarıda na'leyn iki ayaqqabı deməkdir, iki sarı. Altda bu yazılanda ba'leyn, iki ər və sal məna verməlidir. Bir insan necə ki burada nöqtə altda da üstdə deyil, o nə sayılır? Quranda tərif eləmiş sayılır. Nöqtədən yeri dəyişsə. Ümumi kontekstdə məsələyə baxanda Deyir ki, nöqtə burada belə olmalı. Mən fikrim belə deyir. Dəyişmiş sayılır Rahim müəllim. Misal üçün na'leyn ba'leyn deyən tərif eləmiş sayılır da. Nöqtənin yerini dəyişirsə bu səhvdir. Tərif sayılır da. Tərif də. Bunu neçə biri deyir. Deyir ki, mənim fikrimcə burada na'leyn ba'leyn. Mən ayrı sizə sual verdim. Görürsüz deyirəm də, əgər nöqtəni biz yuxarıdan götürək. Professor Cüməlim təsdiq edir ki, bu insan biz necə danışırıq? Biz necə danışırıq? Mən söz soruşuram. Dünyada nüvə müharibəsi oldu. Dağıldıq. Nə bilim azadlıq heykəli də qaldı okeanın altında. Biz dördümüz qalmışıq. İndi qeyd edəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın sizi başa düşürəm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin, fikrin də olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni na'leykə yox, ba'leykə. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Deməli dostlar, ba'leykə olanda sənə qarşı gələn adamı, sənə qarşı çıxan adamı öldürmək mənasında.